İndi isə belə bir məsələyə baxaq. Tərkibində 60 litr spirt olan 500 qramlıq məhlulda. Uşaqlar, bayaqlara fikir verirdinizsə, 500 qramlıq 60 faizli məsələn spirt maddə deyirdi və yaxud şəkər deyirdi. Amma burada artıq məhluldan danışır. 60 faizi spirt olan məhluldan. Yəni bir məhlulda onun 60 faizi, ədədin 60 faizini necə tapırdıq? 60-a vurub 100-ə bölürdük ki, bizə deyir ki, onun 60 faizi spirtdir. İndi gəlin görək, 500-ün 60 faizindən bizdən neçə qram spirt alınacaq? Bərabərdir 300, deməli, qramlıq spirt aldıq. Tamam. İndi bizə deyir ki, 20% götürülərək yerinə həmin miqdarda su tökdülər. Yəni spirtdən götürüblər. Söhbət spirtdən gedir. Spirtin 20%-ni götürmüşəmsə, ümumi spirt neçə faizli spirtdir? 100% spirtdə, spirtin tərkibində 100% spirt var. Onun 20%-ni götürmüşəm. Neçə faizi qalıb? 80%. Yaxşı, bizə də deyir ki, həmin bu 80%-ni deməli, yerinə həmin miqdarda su tökülmüşdür. Suyun heç bir faizi olmadığına görə üzərinə heç nə gəlmir. Yəni 0% olduğuna görə siz su da əlavə etsəniz, 80% üstəgəlsin 0%, yenə də bizdə 80% almış olacaq. Onda baxaq görək. Bu həmin 300 qramlıq 80 faizli spirt nə qədərdir? Yəni biz axtaraq görək ki, bu 20% götürdükdən sonra nə qədər qramlıq spirt qaldı? Ona görə 300-ün 80%-ni tapırsınız ki, görək nə qədərsi qaldı. Bunlar gedirlər, cavab 240 olur. Tamam. Bizdən isə soruşur ki, alınan məhluldakı spirtin faizini tapın. Hansısa bir məhlulda, hansısa bir maddənin faizini necə tapırdıq? Maddə bölünsün, məhlul vurulsun 100% üsulü ilə. Burada da bizdə maddəmiz 240 qramlıq spirtdir. Məhlulumuz 500 qram bizə vermişdir və 100%. İndi 100-lərlə 500-ün gedər. 240-ı da 5-ə böldüyümüz zaman cavab alınar 48. Deməli, faizli spirt almış olduq. Keçə bilərik. Deməli, ədədin faizinə görə artırılması. Hər hansısa bir A maddəsi versin bizə. A maddəsini tutalım ki, P% artırırlar. Əgər hər hansı bir A maddəsini P% artırmaq üçün həmin A maddəsinin üzərinə gəlirsiniz, A maddəsinin P%-ni. Bu da sizdə olur artım. Və eyni qaydada M maddədə tutalım ki, K% azalma soruşsa, bu zaman ədədin özündən çıxırsınız həmin ədədin K%-ni. Azalma, artım düsturları bu şəkildə hesablanır. Deyə bilər ki, 20 ədədini 10% artır. Ədədi 10% artırıram. Neyinirəm? Ədədin özü üzərinə gəlinsin. Ədədin özünün 10%-i bölünsün 100. Vəssalam. Bizdə indi sıfırlarımız gedər. Cavab 20 plus 2, yəni 22 cavabını almış oldum. Bəs bizdən soruşsa ki, 20 ədədinin 10% azalt deyəndə neyinirik? Təbii ki, çıxırıq. 20 çıxılsın həmin 20-nin 10%-i bölünsün 100. Bu da bizdə sıfırlarımız gedər. 20 minus 2 bərabərdir. 18 cavabını almış olduq. İndi isə dəfə artımına görə faizin tapılması n dəfə artma və yaxud azalmaya görə. Azalma faizin tapılmasını hesablayacaq. Məsələn, hər hansısa bir ədədin n dəfə artması, n dəfə artım, düsturuna görə n minus 1 vurulsun 100% artım deməkdir. Artım deməkdir. Yəni, dəfə artım bərabər olur n minus 1 vurulsun 100% artma. Məsələn, deyir ki, ədədi 4 dəfə artırdıqda
ədəd 4 dəfə artırsa, neçə faiz artmış olar? Gətirirsiniz uşaqlar, dəfə artım nə idi? N dəfə, yəni N-in qiyməti 4-dür. N-in yerinə 4 minus 1 qoyursunuz, vurulsun 100%. Yəni bərabərdir. 300% artım oldu. Digər bir variant da eləmək təbii ki olar. Bir dəfə olmuş variantı 100% götürürsünüz. 4 dəfə olmuş variantı isə 4 vurulsun 100% götürürsünüz. Təbii ki bunların arasında olan fərqi tapırsınız. 400-dən 100-ü çıxırsınız. Yerdə qalan fərq sizə neçə faiz artım olduğunu göstərəcək. İndi isə keçək n dəfə azaltma məsələlərinə. Ədədin n dəfə azalması. N dəfə azalması. Məsələn, ədədi n dəfə azaltdıqda n dəfə azaltsaq 1 minus 1 bölünsün n vurulsun 100% azalma deməkdir. Azalması deməkdir. Yenə də eyni qayda ilə həll eləyək. Məsələn, deyir ki, ədədi 50 dəfə azaltsa, bu ədəd neçə faiz azalar? Qoyuram n dəfəni n-i yerinə, yəni n-in qiyməti 50-dir. 1 minus 1 bölünsün 50 vurulsun 100-ə. Uşaqlar, biri 50-də 50 şəklində yazaram. Buradan alaram ki, 50-də 49 vurulsun 100. 100-lə 50 gedər 2 qalar və 49-u da 2-yə vurduğumuz zaman 98% cavabını almış olduq. Yəni 98% azalma baş vermişdir. İndi isə ədədin K faiz artması haqqında danışaq. Belə bir məsələ verə bilər. Bizə deyər ki, ədədin K faiz artması birinci düsturla verək. 100 üstəgəl K faiz bölünsün 100 və ya belə də yaza bilərsin. 1 üstəgəlinsin K faiz bölünsün 100 artması deməkdir. Bu dəfəyə aiddir. Biz elədiyimizin indi tərsini eləyirik. Məsələn, bayaqları dedim ki, 4 dəfə artım, yəni burada artıq dəfədən faizə çevirdik. Dəfədən çevirdik faizə. Amma indi isə neçə faiz artmasından neçə dəfə artmasından çevirəcək. Yəni, faizi bizə verəcək, neçə faiz artdığından. Soruşacaq ki, neçə dəfə artım baş verib. Ona görə də bu düsturdan istifadə etsək, daha doğru cavab almış olaraq. Məsələn, bizə belə bir sual versin, desin ki, ədəd 20% artdı. Bizə belə bir faizlə artım düsturu verilmişdir və dəfə də artımını soruşur. Təbii ki, düstura görə qoyacağım yerinə 1 üstə gəlinsin, 20-ni böləcəksiniz 100-ə. Burada bizdə alacağıq ki, 1 üstə gəlinsin 0,2 bərabərdir. 1,2 dəfə artım baş vermiş olacaq. Bəs azalma necə olur? Deməli, faizdən faiz azalması çevirək, dəfə azalmasını tapaq. Dəfə azalması. Tamam. Faiz azalması ilə dəfə azalması üçün isə, məsələn, tutalım ki, ədədi K faiz azaltsa 100 minus K dəfə azalır. Tamam, indi biz deyirik ki, ədədi məsələn, tutalım ki, 40% azaldaq. 40% azaldı. Ədəd neçə dəfə azaldı? Ədəd neçə dəfə azalar? Yenə də düsturumuzu biliriksə, gətirib qoyuruq yerinə. %100 minus 40. Bu da bizə verir 60'da 10. 100 daha doğrusu sıfırlarımız gedir 6'da 10. Bir dəfə 2 ilə qısa gedər 3'də 5 və yaxud 1,3'də 2 şəklində yazmış olaraq. İndi isə gəlin yenə də faiz məsələlərinə baxaq. Birinci ədəd ikinci ədədin 20%-ni təşkil edir. Yaxşı, gəlin
Ədədlər götürək özümüzdən. Birinci ədədimiz olsun A, ikinci ədədimiz olsun B. Bizə deyir ki, birinci ədəd ikinci ədədin 20%, ikinci ədədin 20%, ikinci ədəd kimdir? B. Yəni B-nin 20%-i təşkil edir. Yəni A B-nin 20%-nə bərabərdir. Bizdən soruşur ki, ikinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Bu tip misalları həll edən zaman hansı birinci adı yazılıbsa, bax ikinci ədəd hansına faiz nisbəti soruşulursa ona bölünməlidir. Birinci qayda bölünür və faizi soruşduğuna görə 100%-ə vurulmalıdır. İndi yadımızda saxlayaq. İkinci ədədin birinci ədəddən neçə faizini təşkil eləyir? Məsələn, bəzi məsələlər var idi ki, neçə dəfə böyükdür? İkinci ədəd birinci ədəddən neçə dəfə böyükdür? O anlamı verir. Əgər bu nisbəti tapmaq istəyirsənsə, böyüyü kiçiyə bölüb 100-ə vurmaq lazımdır. İndi gətirib qoyuram burada yerinə. B-nin qiyməti elə B-dir. Amma A-nın qiyməti nədir? B-nin 20%-i. Yəni B vurulsun 20, bölünsün 100 düsturu və vurulsun 100%. Aha, burada bizdə B-lər zaten ixtisar olunacaq. Belə bir ifadə qalacaq ki, 100 deməli gəlir düşür yuxarıda sürətə. 100 vurulsun 100 bölünsün 20 cavabını alırıq və 20 də bizlə 100 ilə gedər 5 dəfə. Cavabımız eləyər 500% təşkil etdi. Uşaqlar, indi artma azalma haqqında bəzi nüanslar var ki, burada. Deməli, bizə deyir ki, əmtənin qiyməti əvvəlcə 40% artırıldı. Gəlin baxaq. Əmtənin qiymətinə A deyək. A-nı 40% artıraq. A-nın 40% artımı nə deməkdir? A üstə gəlinsin A-nın 40%-i. Düzdür? Lap birinci dəfə keçdiyimiz. Bu da bizdə nə verir? Sıfırlarımız gedir. A üstə gəlinsin 0,4A. Deməli, tam hissələr 1 toplanır. 1 və 0 tanında eləyir 1 tam 14A. Bunu aldım. Sonra deyir ki, sonra yeni qiymət, yəni bu qiymət 40% azaldı. Azalma nə demək idi? Ədədin özündən çıxırdıq ədədin deməli faizə vurulmuş hissəsini, 1K faizə vurulmuş hissəsini onda alırdıq. İndi ədədin özü 1,4 A-dır. Çıxırıq 1,4-ün A-nın 40%-i bölünsün 100. Bu da bizdə bərabər edir. Əmtənin ilkin qiyməti necə dəyişdi? Baxaq. 1,4A minus deməli 40-la bu gedər. 4-ü bura vurduğumuz zaman 4 4 16, 4 bilinir. 5 onda 6 və ona böldüyümüz zaman 0,56A almış olaram. Burada da bizə cavab eləyəcək 0,84. Bizdən soruşur ki, əmtənin ilkin qiyməti necə dəyişdi? Məsələn, birinci ay idi, keçdi 0,84 aya, düzdürmü? Yaxşı, bunu faizlə cavabını bizdən soruşacaq. Neçə qiymətli cavablarda görəcəksiniz ki, sizdən faizlə tələb edir. Buna görə də A-dan 0,84 aya keçdi, düzdürmü? Nə qədər fərq oldu? A-dan çıxın 0,84-ü görün. Nə qədər fərq eləyib? Eləyir 0,16A. Bunu da faizlə göstərdiyimiz zaman ədədi faizə çevirəndə nə edirdik? 100%-ə vururduq. Bərabərdir. Deməli, 16A. Yəni, cavabımız bu edir ki, 16% azalma baş verdi. Bizdən malın qiyməti əvvəlcə 10% azaldı. Yaxşı, yenə də malın qiymətini gəlin A götürək. Hər hansısa bir A verilmişdir. Malın qiyməti A manat olsun. A manat 10% azaldı. Ədədi 10% azaltmaq nədir? Ədəd çıxılsın onun 10%-i. Bu bizə nə verir? A minus 0,1A. Yəni 1-dən 0,1 çıxanda nə edir? 0,9A. Tamam. İndi isə deyir, sonra yeni qiymət 10% artır. Yeni qiymət 0,9A idi. Art deyəndə bunu vuracaqsınız 10%-nə, böləcəksiniz 100-ə.
bərabərdir. 0,9a üzərinə gəlinsin. Bir dəfə gedər, 0 ilə də tam düşür, bir dəfə sola. Eləyir 0-dan %9a. Bu da bizdə cavab olaraq alınır ki, 0 %99a. Alt-alta hesablasanız görərsiniz ki, bu cavabı almış olursunuz. İndi, baxın uşaqlar, A-dan keçib 0,99a-ya nə qədər azalma baş verib? Bir-birindən ya faizə çevirib tapın bunu. Həmişə çalışın faizə çevirin. A neçə faizdir? 100% A-da hər tərəfi faizə çevirəndə nə edirsiniz? 100-ə vurursunuz. 100-ə vuranda sağ tərəf 100-ə vuranda nə eləyir? 99 faiz. Nə qədər azalma başlayır? 100-dən 99-a keçdi. Deyirsiniz ki, 1% bizdə necə olacaq? Qiymət ucuzlaşma baş verdi. Ucuzlaşdı. Deməli, baxırsınız ki, əgər kəmiyyət azalıbsa, cavab azalma, ucuzlaşma, qiymətinin aşağı düşməsi götürülür. Əgər bunun əksini olsaydı, tam ki 99-dan 100-ə keçsəydi, onda isə tam əksinə deyəcəksiniz ki, artım baş vermişdi. Tamam. İndi isə əmtənin qiyməti əvvəlcə 8% artdı. Yenə də əmtənin qiymətini A manat götürün. 8% artım verin. Bizdə nə eləyir? A üstə gəlinsin 0,8a bərabərdir. Yenə bir tam hissələr ayrı-ayrı toplandı oldu. 1,8a. Bunu tapdıq. Sonra yeni qiymət 10% azaltdı. Tamam. Yeni qiymətimiz bu idi. Azaltma deyəndə həmin ədədi vuracaqsınız. Həmin verilmiş faizə böləcəksiniz 100-ə. Bərabərdir. 1,8a minus sıfırların biri gedir uşaqlar. Bu sıfırda bu tam hissəni elə bil əvvələ çəkir. 0,1000-108a bərabərdir. Bunların bir-birindən gəlin çıxaq. Eləyir 0,972. İndi yenə də baxırıq dəyişimə. Bunun altında yazıram. A-dan gəlib 0,972-yə, A-ya. Faizə çevirdiyim zaman 100% burada qalır. 100% A, 97,2 A faiz. İndi buradan bura keçid eləyib. Nə qədər olur? 100-dən çıxın 97,2 tapın ki 2,8% ucuzlaşma baş verib. Növbəti sualda gün ərzində bankdan əvvəl məbləğin 60%-nə yaxşı götürülüb söhbəti gedir. Tutalım ki, ilk öncə məbləğ A yenə manat olub. A manatın 60%-ni götürüblər. Götürmə azaltma deməkdir. Yəni A-nı 60% azalt. Bərabərdir. A minus 0-dan deməli 10-da 6A. Bu da qarşıda 1 var. 1-dən 0,6 çıxanda nə eləyir? 0,4 A da yanında. 0,4 A qaldı. Deyir ki, sonra isə qalan məbləğin yaxşı, azalma baş verdi. Nə qədər qaldı? 0,4 A qaldı da 40%-ni də götürsə. Bax, verilmiş qiymətin 40%-ni götür. Götürmək nədir? Azaltmaq. Həmin qiyməti 40% azaldıram. Bərabərdir nə alıram? 0,4 minus, deməli 4. Bunlar gedirlər. 1,6 eləyir. 0-na görə də 1 gedir. Qalır 0,16A. Bərabərdir. Qalır 0,24A. Tamam uşaqlar. A-dan 0,24 A-ya keçib. Faizə çevirim. 100% A-dan keçib 24% A-ya. İndi diqqətlə sözlərinə fikir verin. Deyir ki, bankda ilkin məbləğin neçə faizi qalar? Uşaqlar 100% idi. Görün 24% qaldı. Bizdən soruşmur necə dəyişər. Burada diqqətli olaq. 100-dən çıxmırıq, fərqi tapmırıq. Bizdən soruşur ki, neçə faizi qalar? Qaları tapdıq ki, həqiqətən hesabladığımıza görə 24% yerdə qalmış oldu. İndi yenə də malın qiyməti 60% artmışdır. Malın qiyməti A idi. 60% artmaq, yəni 60%-ni vurub 100-ə bölürəm. Burada nə eləyir? A üstə gəlinsin 0,6A-ya. Yəni 1,6A tapdım. Alınan qiymətin neçə faiz azaltmaq lazımdır? Baxın, alınan qiymət neçə faiz deyir? Azaltmaq deyirsə minus. Bəs neçə faiz deyir axı? Onda həmin
qiymətin faiz azalmasına görə faizin verməyibsə x faiz azalması bu deməkdir. Azalması. Və bizə deyir ki, malın əvvəlki qiyməti alınsın. Azaldıqdan sonra malın əvvəlki qiyməti nə idi? İlk başda A-ya bərabər olsun. Bu ifadədən indi siz x-i tapacaqsınız. Deməli, başlayıram 1,6a minus. Buradan alıram ki 0,16a vurulsun x bərabərdir a-ya. A-ları bir çıxdığım zaman qalır 0,6a bərabərdir 0,16a vurulsun x-a. X-i tapmaq üçün yanında olan ifadə keçir məxrəcə. X-imiz bərabərdir 0,6a bölünsün 0,16 mində 100, deməli, mində 16 aya. A'larımız təbii ki, aralarında vurma əməli olduğuna görə bir-birlərindən gedirlər. Gəlin burada, deməli, vergül ataq. Aşağıdan 3 dənə vergül atanda, yuxarıdan da 3 dənə atmağım üçün 2 dənə yanına 0 əlavə olundu. 600 bölünsün 16 şəklində qaldı. Gəlin 600-ü 16-ya böləndə 60-ın içərisində 16 3 dəfə. 3 dəfə 48 edir. Bunu çıxdığımız zaman 2, 12, 120. 7 dəfə götürdüyümüz zaman 7 altın 42, 4 yadda. 7 birim 7 plus 1. Aha, 112. Minus 8 qalır yerdə. Tam atıram. 80, 80 də içərisində 5 dəfə. Yəni cavab 37, onda 5. Təbii ki, tapdıq ki, alınan qiyməti 37,5% azaltdığımız zaman bizim cavabımız alınmış olur. Malın qiyməti 15% aşağı salındı. Bundan sonra malın qiymətinə neçə faiz qaldırmaq lazımdır ki, onun ilkin qiyməti alınsın. Malın qiyməti A-dır. Aşağı salınıbsa çıxılıb, 15%-i azalıb. Nə qalıb yerdə? A minus, deməli 0,15A-nı çıxartdınız. Yerdə qalacaq sizdə 0,85A. Yerdə bizdə bu qalır. Bizdən deyir ki, bundan sonra malın qiymətini neçə faiz qaldırmaq. Neçə faiz qalmaq? Ədədə neçəsə faiz qaldırmaq isə ədədin özünün üzərinə gəlirsən, həmin faizsindən olanı da ədədin özünü neçə faiz deyir. Yəni x faiz qaldırmaq üçün qaldırmaq deyir lazımdır ki, onun ilkin qiyməti alınsın. İlkin qiymət nə idi yenə? A. Həmin düstura qədər hesablayırsınız, qoyursunuz yerinə. 0,85A üstə gəlinsin. 100-ə böldüyümüz zaman, deməli, 2 dənə 0 sola sürüşür. 0,0085 almış oluruq. A vurulsun x faiz bərabərdir A-ya və buradan x-i təbii ki, tapmaq lazımdır. 0,85A vurulsun x faiz bərabər olur. A minus 0,85A-ya. Buradan alıram ki 85A vurulsun x faiz bərabərdir. A-dan bunu çıxdığımız zaman 0,15A edir və x faizi tapdığımız zaman x faiz bərabərdir. Yanında olmuş ifadə düşür məxrəcə. 15A 0,085A. A-lar bir-birləri ilə gedir. Gəlin burada yenidən yazıb. Yanına 2 0 əlavə olunur. Yəni 1500 bölünsün 85 cavabını alıram. Bundan sonra da bəzi əməliyyatları aparıb bölmə əməlinizi tamamlaya bilərsiniz.